Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayırlı bəddə eylesin. Allah sizin akşamınızda hayırlı eləsin inşallah. İlerидeki söhbətlərimdə, yani Yasin suresinin fəzilətləri hakkında danışanda size demiştim ki inşallah Allah'ın izniyle elə ki Yasin suresinin fəzilətləri hakkında olan söhbətimi qurtarandan sonra size yine de İmam Hüseyin Aleyhisselam'ın söhbətlerinden, belə ki Cenab-ı Qasım Aleyhisselam'ın fəzilətlerindən və meydana getməsindən danışacağım. Ama elə oldu ki, indi burada Qədir geceleri yaxınlaşıb. Əslində istəyirdim Qədir gecelerinin fəzilətlerindən danışam. Sonra yadıma düşdü, bəlkə keçən il siz üçün danışmışım. Ona göre de axtarış elədim, yazdığım söhbətləri. Düzüm mən bu söhbətlərin hamısının adını bir dənə 100 vərəqli dəftərə qeyd eləmişəm ki, istədiyim söhbəti həmən anda o dəftərdə tapıram. Sonra həmən nömrəni açıb qulaq asıram özümdə yeri gələndə. Axtarış elədim, gördüm ki, mən Qədir suresinin təfsirini də sizə danışmışam. Yəni keçən ilki Əyha gecelərində, Qədir gecelərində, eyni zamanda Qədir gecəsinin fəzilətləri haqqında da danışmışam. Ona görə də daha təkrar danışmağı məsləhət bilmədim. Elə sizə indi onun nömrələrini deyərəm. İnşallah həmən nömrələri axtararsınız, səhifəmə girərsiniz. Kim əgər qulaq asmaq istəsə, mənim səhifəmə girərsiniz, səhifəmə də girmək elə də çətin deyil. İndi hər halda mən qocalığımla bilirəm, yəqin ki, siz məndən də daha da yaxşı. Orada mənim şəklim var, balaca şəklə vuran kimi mənim səhifəm gələcək. Orada deməli, mənim həmən söhbətlərimə, indi nömrələri deyəcəm, qulaq asa bilərsiniz. Deməli, mən deyirəm, yavaş-yavaş həmən nömrələrin, adların özü üçün qeyd edin. Sonra qulaq asmaq istərsiniz. Yenə də özü bilən yaxşıdır. 588, 589, 590, 591, 592 və 594. Deməli, 6 dənə söhbətdir. Qədir suresinin təfsiridir. Bir də ki, Qədir gecelərində oxunan dualar və edilən əməllər haqqında orada danışmışam. Onlara baxsız, qulaq assız, kifayət eləyəcək. İndi mənim təkrar o barədə danışmağıma dəyməz. Həmən vaxtı elə inşallah bu günləri sizə danışaram Cenab-ı Qasım'ın bəzi fəzilətləri haqqında əvvəl danışacağım. Sonra meydana getməyin danışaram. Fazıl-i Dərbənd mərhum İsrar-ı Şəhadə kitabında yazır. Alimlərin bəziləri buyurublar. Cenab-ı Qasım'ın şəhadəti əshabın şəhadətindən sonra övladı Əli əleyhissalamın və Əli Əkbərin şəhadətindən irəli baş verib. Bəziləri isə buna inanırlar ki, Cenab-ı Qasım'ın şəhadəti əshabın və Bəni Haşimin şəhadətindən sonra baş verdi. Alimlər yazırlar, Cenab-ı Qasım'ın Allah yanında və əshab-ı kəsa, Əshab-ı kəsa, yəni 5 kimsənə də deyirlər onlara, Əshab-ı kəsa da deyirlər, Əhl-i Beyt də deyirlər, Xəmsətən Nicaba da deyirlər.
Xülasə, yəni burada bu cür sözlər, yəni bizim Peyğəmbər salavatullah, Əli Əmir əl-Mömin əleyhissalam, Fatimə Zəhra salamullah əleyha və İmam Həsən və İmam Hüseyin əleyhissalamın haqqında deyilir. Əhl-i Beyt bu 5 nəfər sayılır. Yəni Cənab-ı Qasimin fəziləti və gözəl əxlaqı əmisi Həzrəti Əbbas və əmisi oğlu Əli Əkbərdən sonra cəmi Bəni Haşim və Əmir əl-Möminin əleyhissalamın övladlarından və Müslim və Cəfər Təyyar övladlarından və cəmi əshabidən yuxarı olub. Belə ki, Cənab-ı Qasimin imamla vidalaşmasında, yəni İmam Hüseyin əleyhissalamla vidalaşmasında Həzrət onunla qol boyun oldu. O qədər ağladı ki, Həzrətə qəş arız oldu. Yəni, şuurunu itirdi. Və onun libaslarını öz mübarək əli ilə kəfən surətində edib ona geyindirdi. Köynəyinin yaxasını cırdı və öz qılıncını onun belinə bağladı. Və bəzi elə sözlər Həzrətdən Cənab-ı Qasimin haqqında dedi ki, bunların hamısı dəlildir Həzrətin Cənab-ı Qasimə olan məhəbbətinə və Cənab-ı Qasimə çox meyilli olmasına. Belə ki, Cənab-ı Qasimin əziz və nüfuzlu olması atası İmam Həsən əleyhissalamın yanında cəmi övladlarından çox idi. O böyük şəxsiyyət onu çox əziz tuturdu və Cənab-ı Qasimə çox məhəbbəti var idi. Belə ki, İmam Həsən əleyhissalam Cənab-ı Qasimə şəhadəti xüsusunda təkid etmişdi və bu barədə çoxlu nəsihətlər demişdi. Belə ki, bir vəsiyyətnamə yazıb Cənab-ı Qasimin qolunun bazubəndi hissəsində bağlamışdı. Cənab-ı Qasimin dərəcəsinin üstün olmasının dəlillərindən biri də bu idi ki, Aşura gecəsi şəhid olanların və şəhid olmayanların əhvalatını əmisi İmam Hüseyndən bir xəbər alırdı. Həzrət də şəhid olanları ona xəbər verirdi. Tayin ki, xəbər aldı, əmi, mən də şəhid olacağam. Həzrət buyurdu, şəhid olub ölmək sənin yanında necədir? Cənab-ı Qasim ərz eylədi, and olsun sənin haqqına ki, ölüm mənim yanımda baldan şirin və dadlıdır. Bəs Həzrət buyurdu, bəli, sən də şəhid olacaqsan. Bəli, Cənab-ı Qasim şiddət və çətinlik zamanında və kəmal-i imanda əmisi Əbbas və əmisi oğlu Əli Əkbərin bərabər idi. Həmçinin digər üstünlüklərində, necə ki, Həzrəti Əbbas və Əli Əkbər sair Bəni Haşimlərdən və cəmi əshabədən artıq və əfsəl və əşrəf idilər. Cənab-ı Qasim də Bəni Haşim və əshab və ənsarın hamısından əfsəl və əşrəf idi. Cəmi övladı Əbu Talib və Bəni Haşim sahibi qüvvət və şücaətli şəxslər idilər. Lakin bunlar hamısı bir-birlərinə nisbətdə dərəcə bə dərəcə idilər. Amma Cənab-ı Qasim o kəslərdən idi ki, şücaətdə və qüvvətdə uca dərəcədə idi. Yəni bu şücaət onlara irsən miras yetişmişdi. O cümlədən Cənab-ı Qasimdə bu şücaət atası İmam Həsən əleyhissalamdan yetişmişdi. Bəzi alimlər yazır, bu şücaət onlara Əbu Talibdən yetişmişdi. Bildiyiniz kimi Əbu Talib Əli Əmir əl-Mömin əleyhissalamın atası olub. Fazıl-ı Dərbəndi mərhum deyir, ey ruhani dostlar, ey nurani və məhəbbətli qəlb sahibləri. Bəs çox ağlayın bu Qasimə, ondan ötəri ki, ağanız İmam Hüseyin əleyhissalamı ona çox ağladı, çox yandırıcı ahlar çəkdi, hətta qəş elədi. Cənab-ı Qasimə ağlamaq səbəbinə 5 kimsənəni, yəni Ali Əbanı, xüsusən Cənab-ı İmam Həsəni Müctəbanı özünüzdən razı edin. Fazıl-ı Dərbəndi mərhum yazır. Mən İsrar-ı Şəhadə kitabının çox yerlərində yazmışam ki, Səyyid-i Şühədanın özünün və əshabının və ənsarının
ve Əhl-i Beytinin müsibətlərinə ağlamaq veya ağlatmak o Cenab'ın ziyareti kimidir. Ve bazı vacibi emellerden ve müstehab emellerden hatta üstündür. Ve size vacibdir ki Seyyid-i Şühadanın müsibetini ve şehitlerin adlarını her şehirde ve her qəryədə deyəsiniz ve danışasınız ve möhkəm, davamlı, sarsılmaz tutasınız. Yani ayak üstə durğuzasınız. Yani həmişə danışasınız ve azadarlık edip bu hadiseleri yayasınız ve halk içinde ışıklandırasınız ki halkın yadından bu hadiseler çıkmasın. Bu mətləblərdən sonra size deyirəm, ey ülema, yani alimler ve fəzil sahipleri, birbiriniz ile imamın bu zikir müsibeti barəsində heç bir vaxt birbiriniz ile üsyan etmeyin. Məscidlərdə və məclislərdə və təkəbbürlənməyin və səsinizi gözəl çıxartmaqla özünüzü xalqa göstərməyə çalışmayın. Bu dediklərimi etmək and olsun Allaha ki və Muhammed və Ali Muhammedə Allah Teala elə bir üstünlük verib ki onlar cəmi aləmlərdə olanlardan üstün şəxslərdirlər və onların müsibət və fəzilətlərini zikr etmək cəmi ibadətlərdən üstün və əzzəmdir. Belə ki, İmam Hüseyin əleyhissalama Mərsiyə xan olan ən əvvəl Zat-ı Əqdəs İlahi Sübhanə və Teala özü olur. Ondan sonra mürsəl peyğəmbərlərin böyükləri və əfzəlləri olub. Sonra mələklərin müqərrəbləri, yəni Cəbrail, Mikail, İsrafil və Əzrail və digər belə müqərrəb ərşi daşıyan mələklər olublar. Bəs mərsiyə oxumaqla fəxr edin. Belə ki, mən çox şükür edirəm Allaha ki, mənə bu yolda uğur əta edib və Allahdan istəyim budur ki, bu böyük neyməti mənim əlimdən almasın və mənə ruzi etsin. Hər ildə imamın müsibətlərindən və Ali Rəsulun müsibətlərini deməkliyi mənə nəsib etsin. İndi gecə day keçib, yəni üzüllü səbəblərdən bu günləri söhbət danışa bilmədim. Ona görə bu bir dənə söhbətlə bugünlük kifayətlənirəm. İnşallah sabah söhbətin ardını edərəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Gecəniz xeyrə qalsın. Allah amanında olun.